Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimin mutelazimin ile yevmiddin. Allahümme enfa'ni bima allamtani ve allimni men yenfa'ni ve zidni ilme. Sonra Şeyh Buxar rahimehullah belə bir bab açır. Bəbun mən səmmə nifəsə heydon. Nifası heyz adlandıran kimsə. Nifası heyz adlandıran kimsə. Bilir ki, nifas qadın uşaq dünyaya gətirildikdən sonra baş verir. Heyz isə hər ayın əvvəlində, təbii ki, müxtəlifdir, yəni ay ərzində baş verən məsələyə deyilir, bildirilir. Deyir ki, Ümmü Sələmə radiyallahu anhə Beynə ənə mə'a nəbi sallallahu aleyhi və səlləm muttəcəətun fi xamisətin İz hittu fənsələltu. Deyir ki, mən Allah Rasulü, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bir əbaya, naxışlı əbadır, ona bürünərək deyib yatırdıq və ya uzanırdıq. Muttəcə uzanmaq mənasını da verir. Və deyir, o anda deyir, artıq heyz olduğumu bildim. Bildim ki, heyz oldum. Fəəxaztu siyəbə haydəti. Deyir, öz deyir, heyz paltarımı deyir, geyindim. Baxsan ki, o vaxtı qadınlar heyz paltarı ayrı idi. Xüsusən nədir? O paltarı nədir? Geyinirdilər. Qalə Nəbi sallallahu aleyhi və səlləm Ənəfisti, sən deyir, heyz oldun. Görürsən, burada nifas mənasında deyir. Qultu na'am, dedim bəli. Fədəani, və məni çağırdı yanına. Fəttəcə'tu mə fi xamilə. Və deyir, mən deyir, yanına gəldim və Peyğəmbər sallallahu aleyhi ve sellem birlikdə əbaya bürünüb yatdıq. Qalə müəllif rahiməhullah bəbu mən səmmə nifəsə heydan. Müəllifə baxdıqda müəllif bu cür adlandırır ki, nifəsə heyz deyənlər. Zahiru həzə qalat. Zahirən deyir, bu deyir, xatadır. Və əndə savabı ibərən yuqal bəbu mən səmmə heydən nifəsən. Əslində deyir, belə olmağı yaxşıdır ki, kim deyir, nifası heyz adlandırarsa. Yəni, bu cür olsa deyir, daha yaxşıydı deyir. Bu da deyir, olur deyir, insanda musannif deyir, bu baxımından deyir, üzr etmişdir. Qeyl inə hədə tərcüməti məqlubətun liənnə haqqa yəqulu mən səmmə heydən nifəsən. Yəni, burada qısa olaraq alimlər arasında məsələdə ixtilaf başladı ki, heyz nifəs adlanır mı? Baxın, bu mühüm məsələlərdəndir. Daha doğrusu nifas heyz adlanır mı? Burada qəsd olan nədir? Qəsd olan qanın eyni olması baxımından o cür adlandırılıbdır. Aydın oldu. Hər ikisində də namaz qılınmır. Elə deyilmi? Hər ikisində də oruc tutulur, nəyi? Amma qəzası. Amma namazın qəzası qılınmır. Amma heyzli və nifas halında neynəmir? Oruc da tutulmur. Oruc da tutulmur. Yəni deyir, müəllifin qəsd etdiyi burada qanın eyni olduğundan xəbər verir. Sadəcə birinin vaxtı 40 gündür, birinin vaxtı 3 gündən 15 günə qədərdir, birincisi də 8 gündən və ya 10 gündən 40 günə qədərdir. Və ona görə deyir, məsələni şəxsiyyətsiz düzgün başa düşmək lazımdır ki, burada qəsd olunan nədir? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm orada dedikdə, yəni orada nədir? Qəsd olunan nədir? Fi hədəl i'tidar məl müəllif vəl-insanu bəşərun. Yəni, deyir, bu müəllifin üzrüdür. Müəllif burada üzr deyir. Lakin insan deyir, bəşərdir. İnsan deyir, bəşərdir və xata
eləyə bilər. Həmçinin Ayşə radiyallahu anha hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sən gördünmü? Deyir, hə, ləalləki nəfisti. Ola bilsin deyirsən, nifas oldu. Yəni qəsd olunan nədir? Heyzdir. Çünki biz bildik ki, Ayşə radiyallahu anha nədir? Evladı yoxdur. Yəni buradan sadəcə istinbat, yəni anladıq ki, sıraz yəni bilinir. Yəni fəhim başa düşülür ki, burada qəsd olunan nədir? Heyzdir. Və sonra gətirir ki, təbii ki, bu alimlər arasında nədir? Məsələ ixtilaflıdır. وَالثَّانِي فَالْإِيلَاءِ فَإِذَا حَلَفَ الرَّجُلُ لَا يُجَامِعُ زَوْجَتَهُ فَإِنَّهُ يُضْرَبُ لَهُ 4 أَشْهُرٍ. Yəni bilsən ki, bir kişi and içir ki, öz zövcəsinə nədir? Yaxınlıq etməyəcəkdir. Və deyir, artıq bunu gözlüydür. Aysan Probekatım. Nə? 4 ay. Bilir ki, yəni talaqmı? Və yaxud səndən uzaq oldunmu? Və yaxud səndən yaxınlıq etməyəcəm. Talaqın növləri var. Və birbaşa deyirsən ki, ayədə gəl, ət-tələqu mərrətən. Talaq 2 dəfə olur. Verdin, qaytardın, bir də verdinsə qaytarmısan. Bu aydındır. Bir dəfiyə 10 dəfə də desən nə sayılır? 1 sayılır. Boşadın desəncə, yəni üstün görüşə qədər 1 sayılır. Üçüncü məsələ xulu deyilən bir şey var. Məsələn, deyirsən ki, əsəbləşsən və yaxud da ki, sadə halda deyirsən, get dədən evinə. Qəsdin boşamaq niyyətinizə tərbiyələndirsə talaq babından deyil. Amma yox, qəsdin olsa artıq get gəlmə, artıq nədir? Talaq babıdır. Baxmayaraq boşadım deməli. Aydındır, ona məsələ nədir? Ciddidir. 4-cü məsələ zarafat yana demək. Desən ki, səni boşadım, zarafat yana, hökm neyini daşıyır. Hökm daşıyır. Hətta bu məsələdə zarafat belə olmaz. Zarafat belə olmaz. Ona görə də talaq babı alimlər gətirir ki, ən qorxulu bablardandır. Ən qorxulu bablardandır. Və həmçinin ona görə burada şeyx buyurur ki, bildirir ki, insan əgər talaq verdisə də və yaxud desə ki, səndən artıq yaxınlıq etməyəcəm, qəsdi onu tərk etməksə də, artıq yəni talaq hökmünü daşıyır. Bu deyir 4 ay olur. İndi buradan sual çıxır ki, talaq qadına təmiz halda verilir. Təmiz halda, heyzi halda yox, təmiz halda verilir. Nifas olanda da talaq verilir, eyni şeydir, yoxsa yox? Və bu alimlər arasında nədir? İxtilafdır. Liyənnə əyyəmə heyd mu'tadun fəkulli imra'atin təhidu fi şəhri mərətən fi qalib, ləkinnə nifas lə yuhsəbu minhə səbəbeyn. Əvvəl tuli müddə. Gətirir ki, nifaslı olan halda qadına talaq vermək olar. Vermək olar. Niyə? Birinci deyil, səbəb odur ki, bunun uzun olması, yəni ki, vaxtının uzun olması 40 gün çəkir. Bunun icazəli olması. İkinci məsələ bu nadir halda olması. Yəni, insan var ki, 5 ildən bir nifas olur. 5 ildən bir uşaq dünyaya gətirir. Və yaxud da ki, 2 ildən bir. Bu nədir? Bu nadir halda olması. Burada bir dənə nüans var. Nədir? Nifaslı halda talaq vermək olar, heyzli halda yox. Bu qaydadır. Qadına nifaslı halda heyz versən, həmən talaqdan başlanır, sayılır 4 ay. Amma heyzli halda versən, sayılmır. Təmizləndikdən sonra neyniyir? Sayılır. Aydın oldu mu? Yəni bu nədir? Bunu yadda saxlayaq. Sonra gətirir ki, وَلَا يَجُوزُ طَلَّقُ فِي حَيْضٍ لِأَنَّ الْحَيْضَ يُحْسَبُ مِنَ الْعِدَّةِ فَإِذَا طَلَّقَ فِي أَثْنَاءِ الْحَيْضِ فَالْحَيْضَةُ الَّتِي طَلَّقَ فِيهَا لَا تُحْسَبُ. Yəni baxsan ki, sual çıxır ki, onda qan ikisində də eynidir. Eyni qan çıxır.
Və onda necə olur ki, bunda icazəlidir, heyzə isə icazəli deyil. Heyzin müddəti azdır və tez-tez olur. Və buna görə də nədir? O saymıyan babdandır. Lakin nifasın isə uzun müddətli və gec-gec olduğu üçün şəriətdə bu halda talaq vermə nədir? İcazəlidir. أما إذا ذكرنا من جواز طلاق النفاس لا يعارض الحديث لأن القصة الحديث بن عمر إنما هي في الحيض ومعنى طاهر من الحيض فلا منافع فهذه من الأشياء التي يفترق فيها النفاس من الحيض وهذا أيضا فرق ذكره ابن حزم قال النفاس تطوف بالبيت والحيض لا تطوف بالبيت وما هو الدليل. Deməli, buradan bir dənə də maraqlı bir məsələyə toxunulur. Biz keçən dərs keçdik ki, Ayşə radiyallahu ağlayır. Peyğəmbər s.ə.v nə deyir? Deyir ki, hitti, sən deyir, daha doğrusu hitti, sən deyir, heyzm oldun. Deyir, hə. Deyir, onda həccilərin etdiyi ərkanların hamısını et birindən başqa. O da nədir? Tavaf. Tavafdan başqa. İbn Həzm rahiməhullah burada bir məsələyə toxunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm heyz olduğu halda kimsə qadınlarına tavaf etməyə icazə vermədi. Və lakin nifas haqqında heç nə demir. Haydan bax, nifas haqqında heç nə demir. قال لأن الحائد منع النبي صلى الله عليه وسلم من توافها بالبيت كما في حديث عائشة رضي الله عنها وحديث صفية وأما نفاس فلم يمنعها لأن الأسماء بنت عميش امرأة أبي بكر نفست في حديبية فأمرها النبي صلى الله عليه وسلم أن تغسل وتستثر الثوب وتحرم ولم يقل لها لا تطوف بالبيت. Deyir ki, Ayşə radiyallahu hadisində deyir, Safiyyədə hansı nifas olmuşdur və Peyğəmbər sallallahu aleyhi və səlləm Hudeybiyyədə dedi ki, yuyun və deyir, nədir? Paltarını təmizlə, lakin deyir, ona deyir, tuhrim dedi. Yəni, tuhrim nədir? Harama girdə, hansı ki, bildikdə haram hardandır deyirsən, artıq oradan girdikdən sonra nə olur? Hər şey haram olur. Yəni, insana saqqal qopartmaqdır, nəsə öldürməkdir. Bildikdə, həccə ömrəyə gedənlər yəni bunu bilir. Lakin deyir, orada deyir, demədi ki, sən tavaf etmə. Sən tavaf etmə. Ona görə deyir, buradan istinbat çıxardaraq deyir ki, nifas olunanlara tavaf icazəlidir, heyz olunanlara yox. Niyə? Çünki ona konkret hədis gəldi. Aşağıdan keçən dərsdə keçdi, yəni konkret hədis var. Lakin bunun haqqında gəlməyibdir. Fədəllə zəlikə ənnən nufəsəə yəcuzu ləhə ən tətufə bilbeyt. Və ona görə də gətirir ki, icazəlidir nifasda olan qadınlara tavaf etmək, lakin heyzdə olanlara yox. Lakin həzə istidlalə leysə bi sahih. Lakin İbn Həzmin deyir, bu istidlali səhih deyil. Bu da bir qism alimlərin nədir? Görüşüdür. Vəl-fərq ənə Əsmə bint Umeyş yumkinuhə ən tətuhra qablə ən tasilə iləl Məkkə. Yəni, ola bilər ki, Əsmə bint Umeyş Məkkəyə çatana qədər nədir? Təmizlənə bilərdi. Təmizlənə bilərdi vaxt baxımından deyir. Yəni, məsafə uzun idi. Məkkəyə çatana qədər təmizlənmə ehtimalı var idi deyə Peyğəmbər s.ə.v ona demədi ona. Tutdunuz, aydın oldu məsələ, yəni. Demək, o məsafədə təmizlənmə ehtimalı daha çox idi deyə Peyğəmbər s.ə.v demədi. Bu da bir görüşdür. Məsələn, nəyə bənzəyir? Ayaq üstə su içmək. Biri deyir ki, Peyğəmbər s.ə.v hədis var da ki, Kəbənin nədir? Ayaq üstə su içdi. Bir qism nə idi? İzdiham idi. Bir qism deyir ki, dəlil hardandır? İzdihamdır. İndiki halda deyir, oturub içmək olur. O ki, qaldı Peyğəmbər s.ə.v dövründə. O da bir nədir? Görüşdür. İnsanlar nədir? Alimlər nədir? Daha doğrusu görüşüdür.
ولم يقل لها لا تطوفي بالبيت فدل ذلك على أن النفساء يجوز لها أن تطوف بالبيت ويمكن أن تطهر قبل أن تصل إلى مكة وربما تحرم وهي قارينة وتؤخره طواف إلى طواف الإفادة. Yəni deyir, ola bilsin ki, burada deyir, ifadə, yəni birisi tavafın növləri çoxdur, ifadə tavafı ola bilər deyir. Ona görə də deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, ona heç nə demədi deyir. Ona görə deyir, İbn Həzm deyir, fələ yətəyin mə qalə İbn Həzmin bu sözünə görə təyin etmək olmaz. İbn Həzm rahimehullahın deyir, bu sözünə görə nədir? Təyin etmək olmaz məsələni. Və ona görə bir qism alimlər gətirir, götürür onu. Götürürlər və deyir, nifasa nədir? Adiyyatı yoxdur. Və mə qissətu safiyyəti vahidə və vahidə vadihatun fi ənə nəbiyyə s.ə.v qilə ləhu innəhə hədat və qalə əhəbisətünə hiyə kəzəlikə qissətu Ayşədə bisərəf və huvə məkanun qaribun min Məkkə. Yəni, bu alimlər arasında ixtilaf Ayşə radiyallahu anh, Safiyyə radiyallahu anh də hər iki halda deyir, yaxın idi. Əs-savab, yəni Məkkəyə yaxın olduğuna görə Peyğəmbər sallallahu əleyhi və səlləm ona tavaf haqqında heç nə demədi. Ənə nifəsə vəl heyd lə yəsuhu məhumə tavaf. Yəni bu Şeyx Hüseymin rəyidir. Hər iki halda deyir, doğrusu odur ki, tavaf eləmsən. Doğrusu hər iki halda tavaf etməsən, bunların da dəlilləri böyükdür. Əgər deyir, namaza icazə yoxdursa da, tavaf necə olur? Həqiqətən də bu da məfhumdur. Tavafa, namaza belə götürəndə namaz şeydən bir ön gəlir də həcdən. Məsələn, həccə deyək ki, üzrlər var. Xəstəlik mi oldu, imkanım yoxdur, üzrlər, amma namaza üzr yoxdur. Yəni, o baxımından əgər namaz qılınmırsa bu halda, tavaf necə nədir? Ola bilər. Yəni, deyir, doğrusunu Allah bilir. Məsələ nədir? Təbii ki, alimlər arasında nədir? İxtilafdır. Və sonra gətirir ki, əgər qadının necə təmiz olması heyz olsa belə, o Peyğəmbər s.ə.v deyir ki, təqrusu thumma təhudduhu thumma təxtəs və tusallifi. Sən həmən paltarı deyir, dırnağı ilə həmən düşən yeri təmizlə, sonra ovala, sonra yuh və sonra deyir, dəstəmaz al. Buradan da görünür ki, şeyx gətirir ki, o xüsusi deyir, namaz paltarları var idi ki, qadınlar onunla nədir, namaz qılırdılar və həmçinin deyir, heyz halında o paltarı nədir, giyinirdilər. Heyz halında o paltarı giyinirdilər. Və buradan deyir, bir dənə faydalardan da biri, cavazın mudaciəti həyd. Heyzli halda və nifaslı halda bəzi məsələlər etmək icazəlidir. Lakin burada bir dənə qısa bir sonda xaşiyə verir ki, və yəcuz ləhu ən təstəmiyə minhə biməşə illə cimə. Buradan da deyir, artıq hər bir halda zövq ala bilərsən, yalnız cima istisna olmaqla. Aydın oldu. Hər bir halda nədir? Zövq almaq icazəlidir. Çünki Peyğəmbər s.ə.v çağırdı yanına və bir əbada bürünərək nədir? Yatdıq. Burada kifayətlənək. Allah subhanətlə bizə faydalardan etsin. Subhanəkə Allahum həmdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbu ileyk.